Rus dilində necə deyərdiniz? Təkrar biliyin anasıdır. Повторение təkrar deməkdir. Bilik учение deməkdir. Ana, mать, mama deməkdir. Deməli, bunların hamısını birləşdirəndə nə çıxır ortaya? Повторение, мать, учение. Повторение, mать, учение. Əzizlərim, 11 illik müəllimlik təcrübəsi olan bir müəllimə kimi, bir neçə kitabın müəllifi olan bir müəllimə kimi, şükür Allaha ki, bu günə kimi öyrədə bilmədiyim şagird olmayıb. Onlardan biri sən də ola bilərsən. Yetər ki, mənə güvən və başla. Yox, imkanın yoxdur, vaxtın yoxdur, şərait o deyil, amma həvəs varsa, gündə 15-20 dəqiqə vaxt ayıra bilərsənsə, özünlə əgər dürüst olsan, əslində ayırarsan. İnsan sevdiyi işə vaxt ayıra bilir. Əgər ayıracaqsansa, kitabımı əldə elə və tez bir zamanda səndə sıfırdan B2 səviyyəsinə kimi qalx. Yəni, o kitabın öhdəsindən gəlsən, rahat şəkildə harda olursan ol, sən də rus dilində dialoq qura bilərsən, fikrini çatdıra bilərsən, qarşındakı insanlar rahat şəkildə ünsiyyət edə bilərsən. Garanti 100%.